Salam aleyküm. Hərdən fikirləşirəm, din, iman, Allah qofu nə yaxşı ki var. Yoxsa insanlar tam quduzdaşardılar. Cabir İmanov rəhmətə gedib, onun əzizləri, yaxınları, dostları matəm içərisində və bu zaman onun əleyhinə çıxış edənlər peyda oldular. Gündəmdə reyting xatirinə insanlar başladılar onun haqqında mənfi rəylər paylaşmağa. Hərdən fikirləşirəm, bu nə vaxt yarandı, niyə görə bizlərdə belə bu dəbət çevrilir, gedə. Yadınıza gəlir, Arif Babaya təzə rəhmətə getmişdi. Hələ torpağa tapşırılmamış Kəramət Böyükçölün onun haqqında dediyi mənfi rəylərlə, cəmaat istedadı ilə, sənəti ilə, qabiliyyəti ilə gündəmdə olmağa çalışır. Bizim yazıcı Kəramət isə yalnız dedikodularla. Ölən adamın arxasınca danışmaq bu nə vaxtdan bizə dəb olub. Bu nə insanlığa sığır, nə də müsəlmançılığımıza. Dinimiz də onu əminliklə deyir ki, ölən adamın arxasınca ancaq yaxşı kəlmələr işlətmək olar. Sağlığında demək olmazsa bu adamların üstünə, öləndən sonra niyə deyirsiniz? Bax, bunu mənə maraqlıdır. İnsanlar reyting xatirinə nə gəldi danışın. Bax, təsəvvür edin, onun əzizləri, doğmaları, övladları var. Və onun atası hələ torpağa tapşırılmamış, onun haqqında bax, belə fikirlər yaranır. Mən bilirdim ki, o polis işləyir, amma nə işlədiyini daha deyə bilmərəm. Amma öldükdən sonra bunu demək nə idi? Bu böyük qəhrəmanlıq tələb edir, yoxsa bu da böyük istedaddır. Bax, bu məsələlər çox ciddi məsələlərdir. Nə bilim, adamın hərdən fikirləşirsən ki, gündən dəbə çevrilir. Adamlar ağzına nə gəldi danışım. Ta ki reyting xatirinə olsun.